Psixoloqlar deyir ki, 20 yaşdan sonra insanın həyat fəaliyyətinin üstünlükləri dəyişir. Karyera, maddi qayğılar, ailə planları, bütün bunlar dostluqlara ayrılan zamanı azaldır. Dostluq insan həyatının ən dəyişkən münasibətlərindən biridir. Amma yaş artdıqca onları qorumağı daha çox səy tələb edir. Bəs 20 yaşdan sonra dostluqları çətinləşdirən əsas səbəblər nələrdir? Sizcə 20 yaşdan sonra niyə dostluqlar çətinləşir? Çünki 20 yaşdan sonra insan yetkinlik dövrünə başlayır. Hamı bir-birini yaxşı tanıyır da, elə bil ki, dostu da yaxşı tanıyırsan, yaxını da yaxşı tanıyırsan. Belə deyim, çətinliyə düşəndə 20 yaşdan sonra ağlın özünü idarə eləyir də. Görürsən ki, sənin yanında olmayan dostların varsa, bunlara dost demək olmaz da. Məncə 20 yaşdan sonra dostluqlar ona görə çətinləşir ki, güvən problemi yaranır. Məhz buna görə də insanlar dostluq qurmaq istəmir. Məncə 20 yaşdan sonra insanlarda xarakter tam formalaşır. Artıq nə istəyib istəməyəcəyini bildiyi üçün artıq dost seçməyə başlayır. O da dostluqların azalmasına gətirib çıxarır. Balaca olanda insan daha, istədiyi insanla dost ola bilir. Elə bil ki, dostluq adi bir şeydir də. Yəni yaxşı söz deyən kimi məsələn dost olursan falan, amma 20 yaşında daha olgunlaşmış yaşlı deyə insan hər kəslə dostluq edə bilmir də. Seçir artıq, seçici insan olur da. Hər kəsi xüsusiyyətlərinə görə seçməyə başlayır. Ona görə məncə çətinləşir. Ola bilsin ki, 20 yaşa qədər olan dostluqlar uşaqlıq dostluqları olur. Onda sevgi, bağlılıq daha çox olur da. 20 yaşdan sonra insan hərəsi öz işinə daha bağlı olur. Ona görə də yollar ayrıla bilir. Bəlkə də bundan ötürü. 20 yaşdan sonra ümumiyyətlə insanın məsuliyyətləri artır. Məsəl üçün universitet oxuyursa, universitetdə dərslər filan, insanlar dostlarla görüşməyə az vaxt qalır da. 20 yaşdan sonra dostluqların çətinləşməsinin əsas psixoloji səbəbləri hansılardır? 20 yaşın ortalarından etibarən şəxsiyyət artıq normallaşır. İnsan kim olduğunu dərk edir, həyatdan nəyi gözlədiyini, nəyə dözə bilmədiyini anlayır. Buna görə də emosional sərhədlər daha çox güclənir və uyğun olmayan münasibətlər tez qırılır. Bu təkəbbür deyil, psixoloji sağlamlığının göstəricisidir. Köhnə dostluqları qorumaq üçün insanlar nələrə diqqət etməlidir? Nəinki köhnə dostluqları, ümumiyyətlə bütün münasibətləri qorunmaq o qədər də çətin deyil. Bunun üçün nə çox fədakar olmağa ehtiyac yoxdur, nə də çox səy göstərməyə ehtiyac yoxdur. Sadə mexanizmlərdə biz münasibətlərimizi qoruya bilərik. İllər keçdikcə dostluqlar azala bilər, amma geriyə qalanlar daha dəyərli olur. Çünki 20 yaşdan sonra dostluq təsadüfi deyil, şuurlu seçimdir.